Salam, hər vaxtınız xeyir. Deməli 2026-cı il 12 aprel tarixində Güvən Nəşriyyatının keçirdiyi 7-ci sinif RFM sınavını sizə izah edəcəm. Gəlin suallarla tanış olaq. Deməli birinci sualımızda deyilir ki, bitkilərə aid toxuma qrupudur. Deməli birincisi birləşdirici toxuma heyvanlara aiddir. Dəqiqə. Birləşdirici toxuma heyvan toxumasıdır. Örtük toxuma bitki toxumalardır. Bəli, bu düzdür. Epitel toxuması heyvana aid toxumadır. Yəni mən düşünürəm ki, burada toxumaları bilməyən bir abituriyent yoxdur. Ötürücü toxuma da nədir? Bitki toxuması. Deməli 2 və 4 bitki toxumalardır. Əgər bir dişiciyi olan çiçəkdə, ikinci sualımız, əgər bir dişiciyi olan çiçəkdə yumurtacıq sayı yumurtalıq sayından çox olarsa, onda bu çiçəkdən əmələ gələr. Yadınızda saxlayın. Nə qədər yumurtacıq varsa, o qədər də toxum olacaq. Bir dənə yumurtacıq varsa, bir dənə toxum olacaq. 100 dənə yumurtacıq varsa, 100 dənə toxum olacaq. Burada özü deyir ki, yumurtacıq sayı çoxdur. Yumurtacıq çoxdursa, deməli toxum da çoxdur. Axı yumurtacıq sayı toxum sayına bərabərdir. Deməli burada nə əmələ gələcək? Çox toxumlu meyvə əmələ gələcək. Niyə çox toxumlu meyvə? Çünki yumurtacıq sayı çoxdur. Ona görə toxumu da çox olacaq. A variantı. Şam ağacının həyat dövründə baş vermir. Tozlanma baş verir. Şam ağacı tozlanır. Mayalanır həmçinin. Erkəkçiklərdə tozcuqların əmələ gəlməsi. Əziz abituriyentlər, diqqətli olun. Erkəkçik və dişicik anlayışı şam ağacında yoxdur. Şam ağacında erkəkçik, dişicik yoxdur. Yəni onlar örtülü toxumlular üçün erkəkçik, dişicik anlayışı ancaq örtülü toxumlularda var. Şam ağacı da çılpaq toxumludur, yoxdur. Burada C variantı olacaq. Dişi qozada toxumların əmələ gəlməsi, əlbəttə ki, dişi qozada da toxum əmələ gələcək. Deməli, doğru cavabımız C variantı olacaqdır. Ki, burada baş vermir. Erkəkçik və dişicik yoxdur çılpaq toxumlularda. Davam edək. Dördüncü sualımızda iki kat mayalanmada spermilər birləşir. İki kat mayalanmada ən başdan baxaq nə iştirak eləyirdi? Bir mərkəzi hüceyrə, bir yumurta hüceyrə, iki dənə də spermi. Elə deyil. Spermilərdən biri gedib mərkəzi hüceyrə ilə birləşirdi. Spermilərdən biri gedib yumurta hüceyrə ilə birləşirdi. Spermi mərkəzi hüceyrə ilə birləşib endosperm əmələ gətirirdi. Yumurta hüceyrə ilə birləşib rişeym əmələ gətirirdi. Deməli, yumurta hüceyrə və mərkəzi hüceyrə ilə birləşir. Doğru cavabımız 4-də A variantı olacaqdır. Beşinci sualımıza baxaq. Şəkildəki bitkilərin toxumları hansı üsulla yayılır? Burada birincidə qarağat göstərilib, qara qarağat göstərilib. Qarağat nədir? Bu gilə meyvədir. Bunlar heyvanlar vasitəsilə yayılır. Deməli, burada B və C variantları yanlış, A ilə D variantlarından biri olacaq. İkincidə isə burada qanadcıqlar görürsünüz. Qanadcıq varsa bu uçmalıdır da yayılması üçün. Yəni qanadcıq istər-istəməz uçur. Uçması üçün də külək lazımdır buna. Ona görə doğru cavabımız A variantı olacaqdır. Altıncı sualımıza baxaq. Yanlış fikirləri seçin. Cücərmə zamanı yaşıl yarpaqlar əmələ gələnə kimi rişeym toxumun ehtiyat qida maddələri hesabına qidalanır. Bəli, bu düzdür. Yaşıl yarpaqlar hələ əmələ gəlməyib, hələ bu fotosintez edə bilmir. Fotosintez edib özünə, yəni maddələri ala bilmir. Ona görə məcburdur ki, toxumun ehtiyat qida maddəsi hesabına qidalansın. Bunu atırıq. Cücərən toxumda rişeymin qidalanması və tənəffüsü güclənir. Bəli, bu cücərirsə, böyüyür də. Buna lazımdır ki, bu toxum əgər ki cücərirsə, böyüyürsə, bu qidalanmalıdır ki və tənəffüsü güclənməlidir ki, daha yaxşı böyüyə bilsin. Güc, qüvvət lazımdır. Yəni bu şəkildə deyim sizə. Deməli bu da doğrudur. Toxum cücərərkən əvvəlcə onun qabığı çatlayır və sonra o suyu udaraq şişir. Bu yanlışdır. Birinci bu suyu udaraq şişməlidir ki, bu çatlaya bilsin. Həqiqətən deyir ki, əvvəl qabığı çatlayır, sonra su udaraq. Zaten bu çatlayıb da sonra suyu udaraq necə şişsin? Cücərməkdə olan toxumda ilk olaraq rişeym gövdəciyindən yan köklər çıxır. Bu yanlışdır. İlk olaraq rişeym kökçüyündən əsas köklər çıxır. Deməli burada yanlış 3 və 4 olacaqdır. 6-da A variantı. 7-ci sualımıza baxaq. Mətndə nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Deməli, orqanizmi əhatə edən cansız və canlı təbiətin bütün amilləri nə adlanır? Burada mühit adlanır. Cansız və canlı təbiətin bütün amilləri mühit adlanır. 7-də hansı olacaq? Aha, deməli birincisi 3. Aha, bunu atırıq, bunu da atırıq. B və C variantlarından biri. Mühit şəraiti olmadan deməli, mühit şəraiti olmadan orqanizmlər qidalanma, tənəffüs edə, böyüyə və nəsil verə bilməzlər. Deməli, 3, sonra olacaqdır 2, sonra cansız təbiət amilləri, işıq, temperatur, rütubət, torpaq və havadır. Cansız təbiət, deməli, burada olacaqdır 4. Canlı təbiət amillərinə isə bakteriya, göbələk, bitki və heyvanların təsiri aiddir. Doğru cavab olacaqdır C variantı.
8-ci sualımıza baxaq. Deməli, cədvələ əsasən x plus y ifadəsinin cəmini hesablayın. Yasəmən bitkisində zoğun müəyyən hissəsində buğumların sayı, buğum aralarının sayı və yarpaqların sayı göstərilib. Birinci yasəmən yadınızda saxlayın ki, yadınıza gətirin ki, yarpaq düzülüşü necə idi? Qarşı-qarşıya düzülür. Bu şəkildə yasəmən qarşı-qarşıya düzülür. Burada əgər ki, buğumların sayı 6 dənədirsə, bax bu buğumdur da, elə deyil, hər nöqtə, bax bunlar buğumdur. 6 dənə buğumu var. Onda neçə dənə buğum arası olacaqdır? 5 dənə buğum arası olacaqdır. Bax burada məsəl üçün 3 dənə buğum çəkmişəmsə, neçə dənə buğum arası var? 1, 2, 2 dənə buğum arası, yəni 3 dənə belə nöqtə var, o nöqtələrə buğum kimi baxın. 2 dənə də arası var. 2 dənə də buğum arası deyək. Deməli, x olacaqdır 5. Yarpaqların sayı nə qədərdir? Əgər ki, 6 dənə buğum varsa, ondan 2 dəfə çox yarpaq olur. Məsələn, bu şəkildə 3 dənə nöqtə, yəni 3 dənə buğum var. Ondan hər nöqtədən də 2 dənə yarpaq çıxıb. Yəni hər buğumdan 2 dənə yarpaq çıxıb. 6 dənə buğum varsa 2-yə vuranda 12-dən yarpaq eləyəcək. Deməli, y də nəyə bərabərdir? 12-yə bərabərdir. Bunların da cəmi nə olacaqdır? 17 olacaqdır. Davam eləyək. Bir saniyə. Deməli, 9-cu sualımıza baxaq. 9-cu sualımızda deyilir ki, uyğunluğu müəyyən edin. Burada deməli, dərisi qurudur və üzəri qərniləşmiş pulcuqlarla örtülüdür. Dərisi quru olan, üzəri qərniləşmiş pulcuqlarla örtülü olan burada 1-ə aiddir B variantı. Bu sürünənlərə aid olan kərtənkələni misal göstərə bilərik. Məsələn, düşünə bilərsiniz ki, axı üzərində qərniləşmiş pulcuqlar olan, məsələn, balıqda da pulcuqlar var. Amma balığın dərisi quru deyil, axı serik ifraz edir. Ona görə də 1-i B-yə aid edirik. Pulcuqlarla örtülüdür və serik ifraz edən, baxın, pulcuqlarla örtülüdür və serik ifraz edən vəzlərə malikdir. Bu balığa aiddir D variantı. Vəzlərlə zəngindir və tüklərlə örtülüdür. Bir də sizə bunu deyim ki, tük və lələk anlayışını qarışdırmayın. Tük başqa şeydir, lələk başqa şeydir. Lələk quşlara aiddir, tük məməlilərə aiddir. Vəzlərlə zəngindir, tüklərlə örtülüdür. Bu da məməli olan itə aiddir. Çılpaqdır və serik ifraz edən vəzlərə malikdir. Dərsi çılpaqdır, serik ifraz edən vəzlərə malikdir. Bu da olacaqdır qurbağa. 4-də də olacaqdır Y variantı. Deməli, 1B, 2D, 3'ə aid oldu A. Deməli, olacaq burada D variantı doğru cavabımız. Davam eləyək. 10-cu sualda deyir ki, səhv bəndi müəyyən edin. Arının bədəni baş, döş və qarıncıqdan ibarətdir. Bu düzdür. Başında bir cüt bığcıq yerləşir. Bəli, bu da düzdür. Qarıncığında hərəkət orqanı olmur. Bəli, bu da düzdür. Bunun hərəkət orqanları dedikdə təkcə ayaq nəzərdə tutulmur. Hərəkət orqanı dedikdə qanatlar və ayaqlar nəzərdə tutulur. Bunlar sadəcə olaraq uçmağa xidmət edən və yeriməyə xidmət edən olaraq iki yerə ayrılır. Amma bunun qarıncığında yoxdur. Hamısı döş hissəsindədir. Bütün hərəkət orqanları döş hissəsindədir. Döş hissəsində 3 cüt yerimə ayağı və 1 cüt qanat olur. Xeyr. Bir cüt qanat olmur. Arı 2 qanatlı deyil də, yəni 2 dənə qanadı yoxdur. Arının 4 dənə qanadı vardır. Deməli, burada onda olacaqdır. D variantı yanlış olacaqdır. 3 cüt yerimə ayağı olması düzdür, amma 1 cüt qanat yanlışdır. 11-ci sualımıza baxaq. Deyir ki, şəkildəki yarpaqların sayı, yarpaq ayalarının sayından neçə ədəd azdır? Yarpaq nədir? Yarpaq ayası nədir? Baxın, neçə dənə yarpaq var burada? 1, 2, 3, 4. 4 dənə yarpaq var. Yarpaq ayası dedikdə isə bunların hər birini siz ayrı-ayrılıqda hesablamalısınız. 1, 2, 3, 4, 5, 6, 7 dənə burada. 7 dənə yarpaq ayası. 1 dənə yarpaq ayası burada. 1, 2, 3, 4, 5 dənə burada. Bir dənə də burada. Neçə dənələrdir? 7, 8, 12, 13. 13 dənə də nə var burada? 4 dənə yarpaq var, 13 dənə yarpaq ayası var. Bunların da sayına neçə ədəd azdır? Hə, bizdən fərqini soruşur. Deməli, burada da bir dəqiqə qələmi yazaq. 13 dənə yarpaq ayası aldıq. 4 dənə də yarpaq aldıq burada. Bu da eləyəcəkdir nə?
Üzr istəyirəm. Burada mən yarpaqların sayını səhv hesabladım. Ona görə də məsələn 13-4 düzgün alınmırdı cavab. Ona baxdım. Burada deməli 7 dənə yarpaq ayası burdadır. 1 dənə yarpaq ayası burada, 5 dənə burada, 1 dənə də burada. Ümumi deməli bunların cəmi eləyəcək 14. 14 dənə yarpaq ayası var. 4 dənə də yarpaq var. 1 2 3 4 dənə yarpaq var. Bunların fərqini soruşduğuna görə cavab 10 eləyəcək. Deməli burada olacaqdır B variantı. 12-ci sual. Biləpəli bitkilərdə toxum cücərərkən endospermdə olan ehtiyat qida maddələri rüşeymə nə vasitəsilə daxil olur? Toxum cücərərkən endospermdə olan ehtiyat qida maddələri yəni ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur. Bu cümlə elə kitabınızda da verilibdir. Oradan bir də oxuya bilərsiniz toxumun cücərməsi dərsində. Bütün onurğalı heyvanlarda olur. Bütün onurğalı heyvanlarda ətraflar. Xeyr. Bütün onurğalı heyvanlarda ətraf yoxdur. Sümükləşmiş çanaq. Xeyr, bu da yoxdur. Bəzilərində çanaq reduksiya uğrayıb. Bütün onurğalı heyvanlarda quyruq yox. Hamısında quyruq yoxdur. Amma daxili oxskelet xorda, əgər bunun onurğası varsa, mütləq və mütləq bütün onurğalı heyvanlarda daxili oxskelet olacaqdır. Uyğunluğu müəyyən edin. Kəpənəklər çiçəklərin çarpaz tozlanmasında iştirak eləyir. Özləri isə nektarla qidalanır. Bu nədir? Deməli, burada həm kəpənək xeyir görür, həm də ki, belə deyək də, çiçəkləri tozlandırır. Həm çiçək xeyir görür, həm də kəpənək özü xeyir görür. İki tərəfdə xeyir görəndə o nə adlanırdı? Mutalizm adlanır. Bunu belə yadınıza saxlayın ki, mutalizm, yəni mutlu. Yəni, hər iki tərəf mutludur. Belə yadınıza saxlayın. Deməli, birə aiddir C. Bəzi bitkilərin meyvə və toxumları heyvanların tüklərinə yapışaraq uzaq məsafələrə yayılır. Burada meyvələrə xeyri var, amma heyvanlara isə stabildir. Yəni, heyvanlara nə xeyri var, nə də belə deyək də, zərəri var. Bu şəkildə. Deməli, burada ikinciyə də aid olacaqdır. Bu adlanır kommersializm, B. Bir tərəfə xeyir, bir tərəfə stabil, yəni heç bir təsiri yoxdur. Bəzi gənələr məməli heyvanların dərisində, tükləri arasında yaşayaraq onların qanı, təbii ki də bu parazitlikdir. 3-ə də A aid olacaq. Deməli, 1-ə C, 2-yə B, 3-ə A doğru cavabımız olacaqdır. B variantı 14-də. 15-ci sualımız. Nöqtələrin yerinə yazıla bilər. Zoğun yeraltı şəkil dəyişmələrinə aiddir. Soğanaq. Soğanaq, bəli, yeraltı şəkil dəyişmədir. Bığcıq, xeyr, bığcıq yerüstü şəkil dəyişmədir. Kökümsov, yeraltı şəkil dəyişmədir. Tikan, tikan yerüstü şəkil dəyişmədir. Gövdə yumrusu, yeraltı şəkil dəyişmədir. 1, 3 və 5. Müəyyən ərazidə birlikdə yaşayan eyni canlının bütün fərdlər qrupudur. Baxaq. Müəyyən ərazidə birlikdə yaşayan eyni canlının bütün fərdlər. Burada populyasiyadan söhbət gedir. Burada olacaqdır birinci. Niyə birinci? Çünki birincisi burada eyni canlı deyir. Birincidə bu sırada olanlar hamısı eyni canlıdır. Bütün fərdlər də bir aradadır. Ona görə də siz burada biri məsələn, niyə ikini götürə bilməzsiniz? Çünki eyni canlı deyil. Burada həm məsəl üçün deyək maral var, həm zebra var. Yəni eyni canlı deyil. Hamısı bir yerdə yaşamağa uyğunlaşıbdır. Həmçinin 3-də də. Ona görə də burada birincisi doğru olacaqdır. 17-yə baxaq. Doğru fikirləri seçin. Küləklə tozlanan bitkilərdə çoxlu sayda tozcuq əmələ gəlir. Bəli, bu doğrudur. Bitkilərin çiçəkləri hermafrodit ola bilməz. Xeyr, bu yanlışdır. Doğru fikirləri seçin deyir bizdən. Bitkilərdə tozcuqlar xırda və yüngül olur. Bəli, küləklə tozlana bilsin deyə yüngül olurlar ki, uça bilsinlər, həmçinin xırda olurlar. Bitkilərin əksəriyyətində çiçəklər nektara malik olsa nə olar, olmasa nə olar? Nektara malikdir, çünki küləyin bir nektar olub olmaması bir adiyyatı yoxdur. O əsasən heyvanlarla tozlananlar üçün, böcəklərlə tozlananlar üçün xasdır. Burada olacaqdır 1-3 C variantı. 18. Təbii şəraitdə hansı bitkinin çiçəyinin, dişiciyin ağızcığına başqa çiçəyin tozcuğu düşə bilməz? Deməli, burada doğru cavab olacaqdır C variantı, darı. Niyə darı? Çünki darı çiçək açılmamış tozlanır. Çiçək açılmamış tozlanırsa, bu hələ açılmayıb. Bunu qoruyan bir qalxanı var deyim də. Ona görə də heç vaxt başqa çiçəyin tozcuğu düşə bilməz. Çünki bu özünü qoruyur. Çiçək açılmamış, bu özünü tozlandırır. Ona görə də C variantı. Onurğasız heyvanları seçin. Tarantul. Tarantul, bəli, hörümçək növüdür, onurğasızlara aiddir. Kalmar deməli mollusklara aiddir. Bunlar da onurğasızlardır. Sonra armadil. Burada deməli armadilə gəldikdə armadil də həmçinin deməli xeyr, armadil onurğalı heyvandır.
bir məməli heyvanlardan biridir armadil. Yəni araşdırsaz baxarsınız, görərsiniz orada. Deməli tısbağa. Tısbağaya gəldikdə bəli, onurğalı heyvandır bu da ki, hansı ki, yəni sürünənlər sinifinə aiddir. İlan. İlan da bəli onurğalı heyvandır. Soxulcan onurğasız heyvanlardır. 1, 2, 6, 19-da B variantı. Deməli, şəkilə əsasən səhv olanları seçin. Bitki hüceyrəsi göstərilir. Bir nüvə, xeyr, bir nüvə deyil. Bu vakualdır. Bu deməli səhvdir. 1. İkinciyə xloroplastlar yazıb. Bəli, bu doğrudur. Üçüncüyə yazıb sitoplazma. Bu da doğrudur. Dördüncüyə yazıbdır vakual. Xeyr, vakualla nüvənin yerini səhv sal. Əslində bu nüvədir, bu vakualdır. Deməli 1, 4, 5 hüceyrə divarı. Bəli, bu da doğrudur. 1, 4, D variantı. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Deməli, burada digər köklər üzərində inkişaf edir. Yan köklər digər köklər üzərində, yəni həm əsas, həm də əlavə köklər üzərində inkişaf edir. Gövdədən və yarpaqdan çıxan köklər əlavə köklər adlanır. Toxumun eyni baxın uşaqlar kitab cümlələrdir. Mən burada yəni qısa konkret bu belədir. Yəni izah ediləsi bir şey yoxdur. Həmin əgər ki bilmirsinizsə, yadınızdan çıxıbsa, həmin səhifəni açıb, həmin kitabdan, həmin dərsi açıb oxuya bilərsiniz yenidən. Toxumun rüşeym kökçüyü ilə inkişaf edən köklər isə əsas köklər adlanır. Deməli burada 1, 3, 2 B variantı. Davam edək. 21-də B variantı. Lobya bitkisinin həyat dövrünün sxeminə əsasən yanlış olanları seçin. Yanlış olanları seçin. Həmişə bu yanlış doğru altından xətt çəkməyiniz məsləhətlidir. Deməli, A-da çiçəklənmə. Bəli, görürsünüz ki, bu hissə buradan bu tərəfə keçəndə burada çiçəklənmə əmələ gətirir. Bu doğrudur. B çarpaz tozlanma. B artıq tozlanma deyil. Bunun B-də artıq meyvələr yetişibdir. Yəni daha doğrusu toxumları yetişibdir, artıq çatlayır. Baxın, qabıq çatlayıbdı lobyada və bunlar tökülmək üzrə. Deməli bu yanlışdır. 2-ni götürürük, yanlış olanları istəyir bizdən. C 2 qat mayalama. Xeyr, C 2 qat mayalamadan çoxdan keçib. Artıq bunun toxumları yetişibdir, çatlayıb tökülür. Deməli 3 də yanlışdır. 3 də, yəni 2 ilə 3-ü götürürük çünki bizdən yanlış olanları istəyir. D toxumun cücərməsi. Bəli, bu düzdür. Toxumdur, cücərir. Y isə yarpaqlı yerüstü gövdənin inkişafı. Y yarpaq, bəli. Artıq yerüstü gövdə, bax, torpaqdan çıxıbdı, yerüstü gövdə inkişaf edir. Deməli 2 iş olacaq, yanlışları istəyir bizdən. 23-ə baxaq. Şagirdlər müəyyən sahədə biomüxtəlifliyi qiymətləndirmək üçün tədqiqat aparmış və nəticələri aşağıdakı cədvəldə qeyd etmişdir. Deməli, burada quş əpəyi sayı 12, zəncirotu 6, bağa yarpağı 8, yonca 14, qaymaq çiçəyi 10 verilibdir. Cədvələ əsasən həmin sahə üçün biomüxtəliflik indeksini hesablayın. Baxın, biomüxtəliflik indeksini hesablamaq üçün növün sayını fərdin sayına bölürsünüz. Növ bölünsün fərd. Bu bizə nəyi verir? Biomüxtəliflik indeksini verir. İndi burada neçə dənə növ var? Növ bilirsiniz nədir? Bax, 1, 2, 3, 4, 5, 5 dənə növümüz var. Hərəsi fərqli, biri quş əpəyidir, biri zəncirotudur, biri bağa yarpağıdır. Fərqli 5 dənə növdür. Deməli, yuxarı surətə yazırıq 5. Fərd sayı isə nə qədər varsa, onlar hamısı bir fərdir. Yəni 12 plus 6 plus 8 plus 14 plus 10. Deməli, burada eləyəcək 50. 50 dənə də nəyimiz var? Fərdimiz var. Bu növdür, bu da fərddir. Bu da eləyəcəkdir. İxtisar gedəcək 10-da 1, yəni 0,1 olacaqdır. İndeksi 23-də A variantı. Bağban eyni növ bitkini 2 üsulla çoxaldır. Birinci üsul gövdə çirikləri ilə yeni bitkilər yetişdirilir. İkinci üsulda isə toxumdan yeni bitkilər yetişdirir. Bir müddət sonra ikinci üsulla çoxaltdığı bitkilərin fərqli xüsusiyyətlərinə malik olduğunu müşahidə edir. Bunun əsas səbəbi nədir? A variantı. Vegetativ orqanların daha sürətlə inkişaf etməsi. Xeyr. Cinsi çoxalmada genetik müxtəlifliyin yaranması. Burada doğru cavab olacaqdır B variantı. Çünki toxumdan yeni bitkilər yetişdirirsə, cinsi çoxalmada elə deyil. Cinsi çoxalmada genetik müxtəliflik yarandığına görə burada deməli fərqli xüsusiyyətlər əmələ gələcəkdir. 24-də B variantı. Sonuncu sualımız 25. Cədvələ əsasən X və Y-i müəyyən edin. Cismin həqiqi ölçüsü 0,3 mm, cismin mikroskop altında ölçüsü 2,4 cm. Aha, deməli biz burada okulyarın üzərindəki ədəd və mikroskopun böyütmə dərəcəsini hesablamalıyıq. İlk öncə biz burada nə etməliyik? Bu santimetri burada millimetrlə verildiyinə görə santimetri gəlin millimetrə çevirək. Bu eləyəcəkdir nə? 24 millimetr. 24 millimetr.
Siz ilk öncə mikroskopun böyütmə bu düsturu yadınızda saxlayın. Mikroskopun böyütmə dərəcəsi bərabərdir. Mikroskopda görünən ölçünü həqiqi ölçüyə bölməlisiniz. Bir də təkrar edirəm. Mikroskopun böyütmə dərəcəsini tapmaq üçün mikroskopda görünən ölçünü həqiqi ölçüsünə bölməlisiniz. Görünən ölçü nə yazıb burada? Mikroskop altında görünən ölçü 2,4 yazılıb. Daha doğrusu biz onu millimetrə çevirdik. 24 millimetr. Bir dəqiqə. 24 millimetr. Həqiqi ölçüsünə bölmək lazımdır. Həqiqi ölçüsünü nə aldıq? 0,3 zaten verilibdir. 24-ü 0,3-ə böləndə eləyir 800. Deməli, mikroskopun böyütmə dərəcəsi nədir? 800. Sonra isə okulyarın üzərindəki ədədi tapanda ümumiyyətcə biz dedik ki, obyektivlə okulyarı bir-birinə vuranda mikroskopun okulyarın belə deyək də ümumi böyütmə dərəcəsini tapırıq. İndi okulyar veribdir bizə x, obyektiv 40-dır. Böyütmə dərəcəsini də biz tapdıq 800. 800 də 40-a böləndə eləyəcəkdir burada nə? 20. Deməli, doğru cavabımız olacaqdır D variantı.